Televiziyalarda hansı aparıcıları və müğənniləri görmək istəmirsiniz? Faiq Ağayevi. Niyə? Çünki o qədər oxuyanlarımız var ki, onlara qiymət verən yoxdur. Ancaq Faiq Ağayevə qiymət verirlər. O çılpaq gəzənlərin, özlərini efirdə biabır eləyənlərin, millətimizin, xalqımızın adına ləkə gətirənlərin, Azərbaycan xalqı abırlı, həyalı millətdir. Amma belə xanımlarımız var ki, tamamilə lütlənib çıxırlar. Azərbaycan kanalları ümumiyyətlə məni cəlb eləmir açıqcası. Ona görə heç aparıcıları da tanımıram. Müğənnilərdə xəbərim yoxdur. Kəmalə Günəşli kimi, Samirə xanımın qızı, adı yadımdan çıxdı. Çoxlarını biz görmək istəməzdik. Verilişlər də ki, şükür Allaha, yavaş-yavaş bağlanır. Yəni deyirlər ki, Zaurun verilişi, Nəbioğlunun verilişi bağlanır. Bağlansa çox gözəl olardı. Pastayanlı, qalmaqallı bir verilişdir. Efirlər bərbad gündədir. Müğənnilər də ki, bu gündə bir müğənni çıxır. Köhnə müğənnilər olsa daha gözəl olar. Mən qadağa istəməzdim. Bütün efirlər işləsə yaxşıdır. Çünki bu kapitalizmdir. Sovet dövründə az idi kanallar. İndi kanallar çoxdur. Biz baxsaq Moskvanın da kanalları var, cürbəcür verilişləri var, kinoları var. Kəmalə Günəşli. Niyə? Nə bilim, bəyənmirəm onu. Kəmalə Günəşlidir nədir? Düz dedim də, hə. Odur. Danışığın bilməyən ümumiyyətlə televiziyaya da, YouTube'a da hamısına qadağan olsa çox gözəl olar. Valla Azərbaycanlardan tanımıram. Müğənni tanıdıqlarınız yox. Yox, tanımıram.